Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli televiziya tamaşaçılarımız, əziz İnteraz izləyiciləri, bir həftədən sonra mən yenidən sizlərlə bərabərəm. Əgər unutmamışsınızsa, qalib olun, növbəti verilişində mən Rüfət Nadiri yenidən sizləri salamlayırıq və mən operator qardaşım adına, Yusuf qardaşım adına sizi salamlayırıq. Yusuf, sən də salamla bir, qəşəngcə salamla tamaşaçılarımızı. Əhsən, lap yaxşı. Beləliklə, qalib ol verilişi həmişə öz maarifləndirici funksiyasını davam etdirməkdədir və Azərbaycanı qarış-qarış gəzirik. Azərbaycanı qarış-qarış gəzməklə bərabər biz sayılıb seçilən idmançılarımızı hər dəfə bir nailiyyəti olan öz fərqlənməsi ilə diqqət çəkən və Azərbaycan adına ümumi xeyir gətirən və bayrağımızı yüksəldən, adımızı yüksəldən, himnimizi səsləndirən şəxslərimiz bizim verilişimizin qonağı. Maşallah deyirəm ki, bizim verilişimizə həm baxanların sayı çoxdur, həm bizim müraciət edənlərin sayı çoxdur və bir çox idmançıları da bizim verilişimizdə görmək istəyirlər. Onlar da siyahısı bizdə var. Nə göndərsizdə hamısını biz nəzərə alırıq. Sadəcə olaraq bəzən olur ki, istədiyiniz adam ya yarışda olur, ya telefonlarınıza indi çatmır ola bilir. Yəni, biz də axtarırıq, federasiyalarla mütəmadi işləyirik və burada bizə dəstək olan bütün federasiyalarımıza, yəni bizə verilişimizin ərsə gəlməsində idmançılar baxımından köməklik göstərirlər. Bütün ayrı-ayrıda fərq qoymaq istəmirəm. Hamısı özlərinin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Qalib ol verilişində bu dəfə biz sizə maraqlı bir idman növündən, o cümlədən maraqlı bir şəxsdən söhbətini açacağıq. Bu şəxsi ola bilsin ki, çoxdan da ekranlarda görmüşsünüz. Amma bizim ekranda biz sizin üçün tapdıq və sizin üçün diqqətinizə çatdırırıq. Sabir qardaşımız bizim, Sabir Süleyman, Azərbaycan həm məşqçi, həm titullar, həm də vəzifə də var. Azərbaycan çox mübarizəli İdman Növləri Federasiyasının, o cümlədən Azərbaycan Kontakt Karate Federasiyasının baş katibi bunun vəzifə baxımından və digər tərəf titullarında özü sadalayacaq. Amma mən qısa olaraq 2 qat dünya və 3 qat Avropa çempionu yəqin sadalasam sizə kifayət edər. Sabir qardaş, xoş gördük. Sizi qalib olmaq üçün salamlayırıq və bizim xoşdur sizi belə titullu şəxslərlə görüşmək və tamaşaçılarımıza təqdim eləmək. İlk öncə tamaşaçılarımıza özünüz haqqında, ümumiyyətlə bu idman növünə gəlişiniz haqqında bildiyim qədər, bax, orada diplomlar, kuboklar var. Maşallah deyəcəyik, onları da bir-bir baxacağıq. Çox mübarizəli idman növlərində etdiyiniz fəaliyyət, karate sahasında elədiyiniz bütün uğurlar barədə bizi məlumatlandırın. İdman gəlişiniz barədə danışın, biz tamaşaçıları da məlumatlandıraq. Bu idman növünə gəlişim elə təsadüf elədi ki, o vaxtlar bu idman növü hələ qapalı idi. Biz podvallardan, orta məktəbin idman zallarından başladı. Şəraitsizlik. Bəli, tam şəraitsizlik idi və belə bir şərait, belə bir düzüm qayda yox idi. Nə tatami var idi, nə işıqlandırma sistemi, nə hamam paltar dəyişmək, nə duşevo, heç nə yox idi. Və belə bir halda özümüzdə belə bir əzm, aclıq hiss edərək, belə deyək, tatamiyə, döyüşə aclıq hiss edərək, yəni gəlib bu zirvələrə, Allahın köməkliyi ilə bu zirvələrə çıxdıq. 8 yaşından bu idmandayım. 8 yaşınacan atam əlimdən tutub çox idmanlara apardı. Şahmatdır, yüngül atletikadır, gimnastikadır, futboldur, basketboldur. Hərəsində hissə az gedib, lakin döyüş növündə qaldım. Xüsusən də elə ərəfəyə düşdü ki, artıq müharibə başlayırdı. Yəni, müharibədə döyüş ruhunda, döyüş əzmində böyümək hər bir oğlun, hər bir igidin borcudur. Məlum məsələdir, niyə? Çünki hər bir an düşmən tərəfindən, hiləgər düşmən tərəfindən müharibə başlaya bilər və biz də borcumuzdur ki, işğal olunmuş torpaqları azad edək. Və bu döyüş, bu müharibədə tək kifayət deyil ki, silahdan atış açasan. Əlbəyxə döyüşdə ola bilər, kəşfiyyatçı. Fiziki hazırlıq yüksək olmalıdır. Bəli. Bu baxımdan döyüş növünə üstünlük verdim və həqiqətən də indiyəcən də peşman deyiləm. Çünki hara getmişiksə, haradan qayıtmışıqsa, ancaq baş ucalığı ilə Azərbaycanın bayrağını qaldırıb, himnini səsləndirərək qayıtmışıq. Və bildiyiniz kimi, Uca Öndərin sözü var, Ulu Öndərin sözü var ki, Azərbaycanın bayrağı iki nəfər tərəfindən qaldırılır, bir prezident, bir də idmançı tərəfindən. Və biz də bu vəzifənin borcundan yaxşı, belə deyək, bacardığımız qədər gəlirik və hara gediriksə tam hazırlıqlı şəkildə gedərək bayrağımızı qaldırıb, himnimizi səsləndiririk. Və ilk beynəlxalq yarışım xatırlayıram 96-cı ildə idi. 96-cı ilin payız aylarında Kanazava turniri idi və ilk addımlarım artıq buradan başladı. Və sonradan getdikcə 98-ci ildə
Beynəlxalq Universiadanın qalibi, 99-da Avrasiya Kubokunun finalçısı, 2001-də Bosfor Körfəzi turnirlərinin qalibi, 2006-da Çürük Avropa çempionatı, 2009-da Tokyo Dünya çempionatının finalçısı, 2010-da yenə də Kiyevdə Dünya çempionatının finalçısı. Lakin sonradan 2011-dən bu yana 11 yarışdır, birinci yerə layiq görülürəm. Onlar da 2011 fevral Birlik Kuboku Tiflisdə, Göyçayda keçirilən beynəlxalq turnir, apreldə Xarkovda keçirilən dünya çempionatında çempion, oktyabrda Varşavada keçirilən Avropa çempionatında final döyüş 1-ə çıxdım. Ərdəbildə Şərq Ulduzları beynəlxalq turnirin qalibi 2012-nin fevralında. 2012 martda Hırsan'da keçirilən beynəlxalq turnirin qalibi, 2012 apreldə Rumıniyanın Buxarest şəhərində keçirilən Karate-do üzrə Avropa çempionatının qalibi və həmçinin də General Şıxlinski adına beynəlxalq turnirdə Qazax şəhərində keçirilən 8 güşəli ringdə qaydasız döyüşün qalibi və İtaliyada keçirilən dünya çempionatında sonuncu dəfə dünya çempionuna layiq görülüb. 2 qat dünya və 3 qat Avropa çempionuna layiq görmüşəm və sonuncu dünya çempionunda hal-hazırda mənəm, titulumu qoruyuram. Lap yaxşı. Savr qardaş, bir şey də bilmək istədim. Bax, bugün bilirsiniz ki, həm Azərbaycanda idmanın inkişafı baxımından yüksək addımlar atılır. Söz yoxdur, yəni bəzi məsələlər, çətinliklər qalsa da bugün idman zallarının olması, yeni idman zallarının tikilməsi həm bölgələr baxımından, həm paytaxt baxımından olması bizi sevindirir. Bundan başqa texnika avadanlıqlarının gətirilməsi, idman avadanlıqlarının gətirilməsi, yəni bunlar hamısı idman sahəsində son görülən işlərdəndir. Bu təqdirə layiq haldır və bunlar yəqin ki, siz idmancılar da yüksək qiymətləndirirsiniz bunları. Amma mən bilmək istədim, çox mübarizəli idman növləri federasiyası haqqında da məlumat verməli istərdim. Bu federasiya yarandığı gündən, yəni bizim tamaşaçılarımız məlumat verdi, nə vaxt yaranıb, ümumiyyətlə bu sahədə nə işlər görülüb, nə kimi nailiyyətlər qazanılıb, federasiya yarandığı bu günə qədər, yəni bizim məlumatımız azdır, açıq edək, bu məlumatı sizdən əldə eləyək. Və ümumiyyətlə, inkişafı baxımından nə işlər görülür, niyə bəs bütün bu inkişafı əgər gedirsə, niyə biz xəbərsizik? Bu barədə də bizə məlumat verək. Çox mübarizəli döyüş idman növləri tək döyüşdən ibarət deyil. Yəni, bu idman növü sırf vətənpərvər idman növüdür, hansı ki, burada tək döyüşdən bəhs oluna bilməz. Burada həm soyuq silahdan, həm də atıcılıqdan söhbət gedir. Yəni, mərhələ-mərhələ sən döyüşü keçirsən, soyuq silahla döyüşürsən, sonra da atıcılıqdan istifadə edirsən və bunların hamısının cəmi olaraq nəyə layiqsənsə, sən o zirvəyə də qalxırsan. Və bu İdman Federasiya 2006-cı ildə fəaliyyətini başlayır Azərbaycanda. Yeni federasiyamız. Bəli, 2006, artıq 7-ci ildir, 8-ci ilə keçir, belə deyək. Və böyük uğurlara imza atıb və demək olar ki, hər il həm Avropa, həm dünya çempionatlarında uğurla qaydırıq. 2011-ci ilin dünya çempionu mən idim və məndən başqa da idmançılar mövcud idi orada. Lakin 2012-ci ilin də dünya çempionatında böyük uğurlarla qayıtdıq və yenə də dünya çempionları mövcuddur komandamızda. Necə deyək, düz istiqamət götürmüşük, məşq toplanışlarımız da, məşq prosesimiz də düzgün gedir. Ona görə də nəticələri, bəhrələri biz hiss edirik, görürük. Və ona görə soruşdum ki, bu idman federasiyası haqqında, yəni az bilgilərimizdə nə var? Yeni yaranıb, son illərin yaranan federasiyasıdır. Ona görə də mən son informasiyanı sizdən əldə eləmək istədim. Və karate ilə bağlı bir şey də soruşdum. Bugün ölkəmizdə belə qalayaraq, operatorumuz bu istiqamətə bizə durmağa məsləhət görür. Deməli, karatenin bugün ölkəmizdə ən populyar idman növləri vardır bizdə. Futbola maraq var, onsuz da futbola hamımız baxırıq. Peşəkar arasında olmasa da hətta oynayırıq belə, amma peşəkarlıq baxımından, yəni bugün Azərbaycanda boksa, taekwondo, güləş kimi idman növləri, judo kimi idman növləri öz populyarlıq dönəmini yaşayır və bu sıraya mən deyərdim ki, karatenin də az da olsa əlavə etmək olar. Çünki karate də özünün heç də pis dövrünü Azərbaycanda yaşamır, karatenin də nailiyyətləri var. Mən sizdən soruşmaq istədim, bugün karateyə olan idmançıların marağı, idman sayının artması, yəni titullar, nəticələr bir baş şahidi olaraq qane edirmi sizlər? Ümumiyyətcə, nəzərinizə çatdırmaq istəyirəm ki, Kantar Karate Federasiyası artıq 10 ildən çoxdur fəaliyyət göstərir, artıq 12-ci ildir.
Yəni bu daha köhnə federasiyadır. Və nəzərinizə çatdırım ki, yəni illər əvvəl vaxt var idi 200 min Azərbaycanda karate-do ilə məşğul olan idmançı var idi. Yəni statistikaya görə. İndi də hal-hazırda bu rəqəm az deyil. Baxsaq görərik ki, hər bir idman cəmiyyətində, hər bir klubda karate-do idman növünün tədrisi ilə məşğul olan mütəxəssislər mövcuddur. Və idmançılar da öz sözlərinin yarışlarda deyirlər. Həm dünya, həm Avropa, həm də digər beynəlxalq turnir və yarışlarda. Azərbaycan çempionatını elə kənardan nəzərə salsaq, görərik ki, hansı səviyyədə və hansı bölgələrdə nə qədər idmançı bu yarışda iştirak edir və nə qədər rəqabət güclüdür. O ki qaldı hal-hazırda indiki durum da qənaətbəxşdir. Çünki zalın şəraitini də görürsünüz. Yəni idmançılar da səy göstərirlər ki, gələcəkdə qarşıda gələn yarışlarda öz sözünü desinlər. Maraqlandırır, nə də başqa şey. Yəni onlar yalnız və yalnız Azərbaycanın bayrağını qaldırmaq naminə əllərindən gəlib tərlərini tökürlər. İnşallah. Əsas odur ki, uğurlar olsun. Biz də uğurları belə sevəs və tamaşaçılarımıza çatdıraq. Və sizin ən yadda qalan döyüşlərinizdən birini xatırlamaq istəyirik. Yəni sizin üçün ən maraqlı döyüşlərinizdən biri hansılar olub və rəqibiniz kim olub və o döyüşü hər dəfə gözünüzün qabağına gəlir və maraqlı döyüş kimi xatırlanır. Varmı belə bir döyüşlər? Belə bir döyüşlər bəli var. İdmançı həyatı ümumiyyətcə çox maraqlı həyatdır, sizə deyim. İdmançı həyatı cürbəcür insanlarla, cürbəcür xasiyyətli canlılarla belə deyək, kişi və qadının fərqi yoxdur, insanlarla rastlaşır və hər insan da öz psixologiyası ilə, öz ana tərbiyəsi ilə fərqlənir. Sözsüz ki, hər dəfə, hər yarışa girəndə cürbəcür hadisələrlə rastlaşırsan. Məsələn, hadisələrdən biri Avropa çempionatında, Buxarestdə keçirilən Avropa çempionatında gözümün cırılması nəticəsində qan dayanmırdı və yarışda dedilər döyüş dayanır və final döyüşü keçirilməyəcək. Qələbə verilir rəqibə və mən israrla tatamidən çıxmırdım və deyirdim vətənə getsəm ondan sonra ölmək yaxşıdır. Ya burada uduzum ya da çıxmayacağım tatamidən. Və çox böyük bir ajotaj yarandı və saatlarla yarış dayandı. 2 saata yaxın yarış dayandı. Tatamidən çıxarda bilmirdilər. Çıxmadınca çıxmadın. Yəni sonradan plastik əməliyyat etdilər. Tikiş qoymadım. Plastik əməliyyat etdilər və yarışa çıxdım. Rəqib elə zənn elədi ki, məğlub olub çıxacağam. Çünki travma həddən artıq böyük idi. Böyük qan itirmişdim. Lakin onu 5-0 uddum və çempion kimi ayrıldım, himni səsləndirdim. Bir maraqlı nüans budur. Bir də Mikolovda, Polşanın Mikolov şəhərində, o da Avropa çempionatında burnumun sınması nəticəsində, o da burnum çox pis sınmışdı və qan dayanmırdı. Hətta o dərəcədə idi ki, yəni həkimlər dedi ki, dayandır. Onu da, yəni üzdüyümə saldım, tatamidən çıxmadım və sonra Azərbaycan heyəti rəhbərliyi gəldi, qarışdı məsələyə. Yenə də rəqib ola bilər boşaldı, ola bilər arxayınlaşdı. Onu da sınıq burundan uddum. Bu iki şey bu travma baxımından. Bir dənə də hadisə baş vermişdi. Bu da Avropa çempionatı idi. Başqa Avropa çempionatı. Orada absolut döyüşürdüm. Çex döyüşçüsü ilə idi. Çex döyüşçüsü təxminən bir 130 kilo olardı. Və rəqib çıxanda hamısı elə bildi ki, yəni vəziyyət gərginləşdi mənim üçün. Mən bu lentdə var. Xahiş edirəm o lenti göstərəsiniz. Rəqibə arxa uşur geri zərbəsi ilə, yəni 3 saniyə ərzində oturdum aşağı, yəni oturdu aşağı və bütün zal, hətta onun belə deyək, azarkeşləri belə qalxaraq əl çaldılar və Azərbaycan idmanını alqışladılar. Yəni belə bir şeylər yadımdan çıxmır heç vaxt. Ən yadda qalanlardır. Xüsusi məsələlərdir. Yəni digər döyüşçülərin də hadisələri yadında qalır. Bu hadisələr mənə aid olan məsələlərdir, belə deyək. Və Yusuf qardaşım, siz də gəlin və oradan gördüyünüz kimi bayaqdan biz medalları sadalayırdıq, amma bütün bu sadalanan bu uğurlar, səslənən bütün fikirlər, hamısı bax nəticəsi buradadır. Yəni boş-boşuna səslənən fikirlər deyil və bütün bunlar hamısı uğurların nəticəsidir. İstər kuboklar, istər diplomlar, istər medallar, fəxri fərmanlar, bütün bunlar hamısı göz qabağındadır və təbii ki, bunların olması da bir qürur vericidir. Sübut nəticə göz qabağındadır və artıq sözə ehtiyacı yoxdur. Bunlar hamısı qazanılan uğurlar nəticədə yəqin ki, Sabir qardaşımızı bütün bunlar fəxr edir, yəni qürur duyursan. Bəli, mən elə bu medalları qardaşlarım düzəndə elə
elə incə rəftar olunmasını xahiş elədim ki, çünki hər bir medal, hər bir kubok, hər bir diplom mənim üçün çox əzizdir. Hətta istəməzdim ki, onların bir balaca qırağı belə əzilsin. Çünki hər bir medalın qazanılması üçün damcı-damcı qanım gedib, çoxlu tərim axıb. Çox hazırlaşmışıq biz buna. Gündə 5 saat hazırlaşmaq nəticəsində bunlara nail olmuşuq Allahın köməkliyi ilə. Məsələn, burada böyük yarışlardan Xarkov 2011 Dünya Çempionatının medalıdır. İtaliya, Milan Dünya Çempionatının medalıdır. Qızıl medallardır hər ikisi də. İşte qızıl medal. Buxarestin Avropa Çempionatı medalıdır karatedə o üzrə, qızıl medal. Polşada keçirilən Avropa Çempionatının qızıl medalıdır. Nə var taxaq boynumuza? Nə var taxaq boynumuza? Bütün Avropa çempionu, dünya çempionu titullarını getməmişi bizə də qismət olsun inşallah. Yusuf necədir? Baxıldığın tutur. Ya sənə də bir dənə sənin boyun var. Tituluna layiq görüldüm Buxarestdə və bu medalı. Allah. Qismət olsun sənə Yusuf. Qismət olsun sənə. Necədir? Yaraşır və sənə də göstərim tamaşaçılarımıza. Özü. Bax, çerez gücü göstər. Bax, biz də yiyələnmişik. Bax, bütün bu uğurlar Sabir qardaşımız uğurlarına bizə də nəsib oldu inşallah. 2011 Dünya Çempionatında verilən kubokdur. World Master 2011. Dünya Avropa Çempionatının kubokudur Buxarestdə. World Championship Milan, İtaliya Dünya Çempionatı. Ay maşallah. Bu Marsey İdman Klubunun əlbəyaxa döyüş növləri üzrə festivalının kuboku. Bu Universiada qalibi. Beynəlxalq Universiada. Bəli, xüsusi mükafatdır. Sonra ən gözəl texnikaya layiq gördüyümə görə Varşavada verilən kubokdur. Sonra bu ilin idmançısı və ilin məşqçisi titulu. Dünya çempionu. İlin məşqçisi titulu. Bu 2011-2012-ci ilin döyüşçüsü 9 yarışdan 9 qızıl medal gətirdiyimə görə. Ay maşallah. İlin həm idmançısı, həm döyüşçüsü 2011-2012-ci illərdə. Əhsən. Uğur olsun. Çoxdur. Uğur olsun maşallah. Ağırlığı da var. Bu ağırlıq da nəticəsidir ki, bax, yüngül olmamalıdır. Çünki orada qızıl var, yəni Avropa çempionluğu var. Və mən istərdim ki, burada bayaqdan gördüyünüz kimi məşqlər də gedir. Və ona görə də istərdim ki, bu indi biz məşq görüntülərini izləyəcəyik. Bütün bu məşq görüntülərini keçirən məşqçimizi də dinləyək. Məşqçimizi də bir qısa olaraq, çünki artıq bu rubrikamız başa çatır. Məşqçimizə də yaxınlaşaq. İndi öz uşaqlara artıq öz məsləhətlərini də verir. İstərdik ki, tanış olaq mənimlə. Xoş gördük. Xoş gördük. Özünüzü təqdim edərdiniz. Yusuf Zəfərov. Yusuf qardaş, Qaliboğlu'nun növbəti qəhrəmanımız Sabir qardaşdır. İlk öncə bu hazırlıq barədə və ümumiyyətlə həm də Sabirin öz xüsus fərdi keyfiyyətləri barədə məlumat verəydiniz. Hazırlıqlarınız necə gedir? Hansı baxımdan inkişaf, irəliləyiş var bir məşqçi olaraq? Bizim ümumiyyətlə təlim məşq toplanışlarımız regular deyərdim ki, mütəmadi davam eləyir, bəli. Sabir də bizim məşq proseslərində iştirak eləyir, davamlı iştirak eləyən idmançılardandır. Həmçinin həmin idmançılar kimi də beynəlxalq yarışlarda, turnirlərdə, Avropa və dünya çempionatlarında iştirak edir və şükürlər olsun ki, həmişə də nəticə ilə vətənə dönür. Şükür olsun. Razılığınız varmı? Bəli, bəli. Çox razıyam Sabirin hazırlığından, təlim məşq toplanışlarından çox razıyam. Sabir kimi ümumiyyətlə digər uşaqlar da var, hazırlıq keçənlər də var. Həm bu zala gələndə, məsələn, zalın şəraiti yaxşıdır. Yəni bu keyfiyyətdə vurğulamaq lazımdır. Söz yox. Yəni sadalaram ki, hər bir şeydə 100% nəticə yoxdur. O çatışmayan cəhətlər də var. O hər bir işdə var, amma biz gəlin indi bu dəfə çatışanlardan danışırıq, olanlardan danışırıq və iki məsələni də vurğulamaq istərdim ki, bax, siz bir məşqçi olaraq, yəni bu gün bu idman növünə olan tələbatı, artımı görürsünüz, yəni idmançı axını varmı? Ümumiyyətlə, karate idman növü, döyüş növü belə deyərdim ki, Azərbaycanda ilk müstəqilliyimiz yaranan vaxtdan ilk, yəni ki, belə populyar idman növlərindən biri karate olmuşdur. Bugünkü günə kimi də bu karate çox populyardır. Axın varmı? Bəli, gəlirlər, yeniyetmələr, gənclər gəlib bu idman növü ilə məşğul olurlar. Lap yaxşı. Su qardaş, təşəkkür edirik. İşlərinizdə uğurlar arzulayırıq. Həmişə belə yaxşı nəticələr olsun və biz də sevə-sevə bura gələk və
bizim üzərimizdə də bu qapı həmişə açıq olsun inşallah deyirik. Və bu rubrikamızı yavaş-yavaş yekunlaşdırırıq və indi birazdan məşq görüntülərini izləyəcəyik. Bax, bu zaldan olan ən son məşq görüntülərini, o da Sabir qardaşımızın da hazırlığını məhz izləyəcəyik. Ondan sonra döyüşlərdən kadrlar var və nəhayət ardıcası növbəti rubrikalarımız gələcək. Növbəti rubrikamız olan Qalibolda Avtotest rubrikasındayıq sizlərlə bərabər və növbəti həftə bu rubrikanı keçirməkdə çox şadıq. Nəyə görə? Çünki bizə sadiq olan rubrikadır, amma bizə əziyyət verən rubrikadır. Çünki Avtotest rubrikası ümumilikdə Bakı şəhəri və avtomobil görün necə ən çətin bir məsələyə gətirib çıxarır bizi. İndi ötən həftə bizdə yollarda o qədər də tıxac olmadığı halda, amma bu dəfə Sabir qardaşımızın bəxtinə hələ ki bunlar çıxmayıb. Çünki yolda eyni sayda avtomobil var, avtomobil çoxluğu nəzərə çarpır və bəzən hələ bir çəkilişə başlamamışdan əvvəl qısa da olsa belə deyək də aramla sürməyə məcbur olduq. Bu da nədən ibarətdir? Paytaxtımızda çoxlu sayda tədbirlər keçirilir. Paytaxtımızda çoxlu sayda yarışlar reallaşır və nəzərinizə çatdırım ki, hazırda Bakıda beynəlxalq velosiped turu da var. Tur de Azərbaycan belə bir turnir də var. Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnir başlayıb və turnirin ilk mərhələsi də Bakıda start götürdü. Davamı isə artıq rayonlara keçəcək və növbəti 5 mərhələdən ibarət olacaq və sonunda yenidən başlanğıca qayıdacaqlar. Və bununla əlaqədar yarışlar çox, tədbirlər çox, qonaqlarımız çox və artıq Bakımıza yaz havası, yay havası daxil olduğu havalar istiləşdiyi üçün də qonaqlarımızın da sayı çoxalır və bütün bunlar hamısı nəyə gətirib çıxarır? İnsanların çoxluğuna, amma avtomobillərin çoxluğuna. İndi hal-hazırda biz sizə qalib olun, məhz Avtotest rubrikasının son vəziyyəti çatdırdığımız üçün
Ona görə bizim çəkiliş vaxtımız 6-ın yarısına az qalıb və bu isə o deməkdir ki, artıq Bakıda avtomobil sıxlığı başlayır. Çünki pik vaxtı Bakıda 6-dan 8 və 9-a qədərdir və bunu indi biz görə hələ gedirik, tıxaca tam düşməmişik, yol bağlanmayıb hələ ki, ona görə yolumuzu davam etdiririk və sizdən Avtotest rubrikasını reallaşdırırıq. İndi Avtotest rubrikasında nə danışırıq? Bizim qonağımız haqqında, üzr istəyirəm, Sabir qardaşımız haqqında. Biz avtomobil asta sürək ki, Yusuf qardaşımıza da problem olmasın, Sabir qardaş, başınız var olsun. Danışaq görək, Sabir qardaşımız avtomobili nə vaxtdan sürür, necə sürür, bu tıxazlı yollar onu qane edirmi? İnanmıram qane edə, amma soruşaq. Çünki tıxazlı yollarda adəsən Bakıda çox sürən sürücülərin yanında həmişə qazet olur. Bunun da bir yolu var. Çünki tıxacda qalıcı bekar çıxdı. Neynəsin? Ya radio qulaq asmalıdır, ya da ki qazet oxumalıdır. Görə bu Sabir qardaşımız hansını eləyir? Necəsi ilk öncə? Məşqdən sonra. Sağ olun, hə. Məşqdən sonra çox gözəl. Çünki məşq ancaq əzələlərin yorulmağına səbəb olur, lakin zeynin istirahətinə səbəb olur. Əzəllərimiz nə qədər yorğun olsa da, indi artıq zeynimiz tam istirahət formasındadır və heç bir yorğunluq hiss eləmirik. Tıxac məsələsini narahat eləmirsiniz? Tıxac əlbəttə ki, yəni tıxac adətdir. Səhər, bir də axşam. Səhər 9-acan, axşam da 6-dan 8-acan. Bu adətdir Bakıda. Bütün böyük şəhərlərdə olduğu kimi burada da belədir. Yəni biz artıq vərdiş eləmişik buna. Öyrəşmişik. Neyniyək daha? Məşqlərə zada gedişmirsiniz ki? Məşqlərə yox. İşdən çıxıb məşqə getmək asandır. Çünki zal yaxındadır. Musado İdman Cəmiyyəti. Avtomobilsiz də gedə bilirsiniz? Yox, avtomobillə gəlirik, amma vaxt az aparır. Vaxt az apardığına görə yəni çox vaxt sərf olunmur ona. Avtomobilə marağınız varmı ümumiyyətlə? Yəni avtomobil bir var ki, kimsə ona həvəskar olar, gündə bir maşın dəyişər. Belə deyək də, fanat deyirlər belə adama. Fanat idman növündə də var, futbol fanatı da var, amma avtomobil həvəskarlar deyilən bir anlam da var. Çünki gündə bir markalı maşın alan kimi təkərən qaldırmaq filan, yəni belə bir hallar da var. Və açığı deyən, yaxşı da baxır həmçinin, qoymur bir yeri toz olsun, çişli olsun, nə bilim. Buradan yol polisi əməkdaşlarına salamlayırıq, bizi görməsələr də salamlayırıq. Gördüyünüz kimi tıxac olduğu üçün yenidən yerlərindədirlər və bunu aradan qaldırması. Nə dərəcə aradan qaldırırlar onu yəqin sözləri deyə bilərlər. Belə, yəni marağınız varmı? Maraq nə həddədir? Yəni gündə bir maşın alım, dəyişim, dəhşət baxım, yəni belə bir şeydir. Yoxsa normal şəkildə sadəcə ayağımı yerdən götürür. Vəssalam. Mən avtomobilə elə siz dediyiniz kimi ayağımı yerdən götürmək səbəbi ilə baxıram, amma o demək deyil ki, maşına baxmıram. Vaxtında bütün alətləridir, bu hissələridir, hamısını baxdırıram, təmiz saxlamaqdır. Bunun hamısını vaxtında eləyirəm daha doğrusu, amma gündə bir maşın dəyişmək və yaxud 2 təkər qaldırmaq artıq o yaşda deyil. Yəni 10-15 yaşda, 18 yaşda əskərlikdən qabaqki vaxtlar deyil. Yaxşı eləməyin, olsa cərimələr də çoxdur. İnandırım sizə, gənc idmançılara da, gənc nəslə də həmişə, hər zaman tələbələrimə, dost, tanışa, hamısına tövsiyəm də hər zaman o olur ki, nə qədər sadə olsanız, nə qədər təvazökar olsanız, nə qədər qanunlara tabi olsanız, o qədər başucaqlığınızdır. Yəni heç vaxt qanunu pozmayın. Amma məndən hər də dostlarım soruşur ki, pulun yoxdur maşın almırsan, yoxsa cərimələrdən qorxursan. Birinci deyim ki, onsuz da yəni pul onsuz da yoxdur, amma qaldı ki, ikinci tərəfdən də cərimələrdən də qorxuram. Amma Sabir qardaşımız qaydalara biz gəldiyimiz andan, yəni həm də biz nəzarət edirik ki, Sabir qardaşımız avtomobili necə sürür. Maşallah qaydalara yəni səbirlə sürür. Həm də ki, gördüyünüz kimi əsas kəmərdir. Əsas sürücü üçün vacib olan, sükan arxasında olan sürücü üçün vacib olan bax bu kəmərin taxılmasıdır ki, biz bunu Sabir qardaşımıza görürük. Əsas da yəni bu qaydalardan ən azından biz bir neçəsini görmək imkanımız var. Cərimələrə düşmüsünüzmü? Yəni polisin əlinə düşmüsünüzmü? Polis saxlayıb tövsiyə edərək, yəni sərbəst buraxıb belə deyək. Amma belə tövsiyə edib. Tövsiyə edib, bəli. Tövsiyə edib çünki heç vaxt qanun pozuntusuna səbəbkar olmamışam. Sadəcə bir balaca anlaşılmazlıq olanda polisin gözündən yayınmamışam. Saxlatıb tövsiyəsini edib. Xeyr, hələ olmamışam. Cərimə olunmamış.
Hələ olmamışam. Hələ olmamışsınız. Allah bundan sonra da göstərməsin. Bəs polisə necə hörmət eləmisiniz? Polisə böyük hörmətimiz var, çünki O hörmətdən demir. onlar bizə hörmət edir, biz də onlara. Amma siz deyiniz hörmətdən yox. Yox. Əhsən. Əsas odur ki, qanunu pozmuram, qanundan da kənar çıxmıram. Yaxşı bir variantdır. Biz artıq gəlmişik, çıxmışıq bulvar istiqamətində və burada maşallah hələ ki biz fikirləşirdik ki, burada tıxac çox olacaq, amma yol polisi əməkdaşlarımız gördük ki, hər bir hissədə var idilər və onlar bu qaydaların, o cümlədən yol hərəkətinin normal şəkildə tənzim edilməsi üçün əllərindən gələni ediblər və onun əsasıdır ki, hələ belə bir tıxacdan üzləşməmişik. Avtomobil sürəndə uzaq yol getməyə arzunuz varmı? Yəni belə bir hobbiniz varmı? Avtomobillə uzaq yol gedim, yoxsa səbriniz çatmır? Uzaq yol gedəndə rayona getməyə. Bəli, uzaq yol getmək həvəsindəyəm. Çünki uzaq yolu həm sərbəst sürə bilirsən, istədiyin qayda ilə, maşın azlığı nəzərə alındığı üçün. Həm də sürəti norması riayət olunmaq şərti ilə qaldırırsan. Amma şəhər daxilində gördüyünüz kimi yəni, sürəti çox qaldıra bilmirsən. Qarşıda avtomobil, arxada avtomobil. Xatırlayıram, atam maşını alanda mən birinci tövsiyəsi oldu ki, o həmişə bilginən ki, qabaqdakı kardır, arxadakı da kör. Yəni, maşın sürəndə bilginən ki, qabaqdakı kardır, arxadakı da kör. Bu, belə deyək, parolu, bu parol deyəndə bu, belə deyək də, tövsiyəni. İndiyəcən mən heç vaxt yadımdan çıxartmıram, bu nəzərə alıram bunu. İndi burada biraz gərginlik var idi. Mənim də fikrim qaldı o yolların ayrıcında. Görüm nələr baş verir. Bir anda Sabir qardaşım özü də yadımdan çıxmışdı. Şükürlər olsun. Və sonda bizim Avtotest rubrikasında sürücülərimizə nə sözüm var, nə tövsiyəm var, nə fikirlərim var, nə etsinlər, hansı qaydalara riayət eləsinlər, necə sürsünlər. Çünki sürücü üçün ən böyük üstünlüklə sürücü mədəniyyətinin formalaşmasıdır. Çünki sürücü mədəniyyəti ən optimal məsələlərdən biridir. Çünki bəzən elə qaydaları pozmamaq üçün sürücülər elə bir addım atırlar ki, valla sürücünü deyib başa düşər belə məqamda. Ona görə də nə son sözünüz var? Bildirin. Bizim sözüm qısa bir sözdən ibarətdir. Çünki yəni, qayda belədir ki, qayda. Bütün qəzaların səbəbkarı sürətdir. Əgər sürət aşılmasa, heç bir qəza olmayacaq. Bütün qəzaların %100 səbəbi sürətdir. Ola bilər arxadan vursunlar səni, ola bilər sən kiməsə vurasan, ola bilər hansısa bir bardiyora çırpılasan, ola bilər hansısa bir qəza baş versin, fərqi yoxdur. Bütün səbəblərin birbaşa, qəzaların birbaşa səbəbi sürətin aşılmağıdır. Sürəti aşmasınlar, yavaş-yavaş istədiyi məkana çatıb, sağ-salamat da evinə, öz ailələrinə çatsınlar. Tövsiyəm budur. çox sağ ol və biz artıq bu rubrikamızı yavaş-yavaş da yekunlaşdırırıq və geniş Bali istiqamətində çox xoşuma gəlir bu yol. Həm genişliyinə görə, həm gözəlliyinə görə və təbii ki, ən üstün hal da bax, bizim o əzəmətli bayrağımızın dalğalanmasıdır. Bax, bizim üçün ən xoş olan biri də budur və həmişə arzu edirik ki, bizim başımızın üzərində bax, belə bir üç rəngli bayrağımız dalğalansın inşallah. Və bu bayrağımızla biz fəxr edirik. Bizə qürur gətirir bu bayrağımız və idmançı yanında oturanda bu lap iki qat adama ləzzət edir. Biz bu rubrikanı yavaş-yavaş yekunlaşdıraq və növbəti rubrikamız bizi gözləyin. İnşallah növbəti rubrikamızda da sizə təbii ki, Sabir qardaşım haqqında fikir bildirənlər var. Onu da eşidəcəksiniz. Biz davam edirik və sonuncu rubrikamız olan Səmimi Söhbət rubrikasındayıq Sabir qardaşımızla. Bugünkü gün həqiqətən xoş keçdi mənim üçün. Yəni bir aparıcı olaraq, verişi müəllifi olaraq, ümumiyyətlə qonağımla səmimi söhbətimiz. Həm də belə deyək, idmançımızla tam səmimidirəm. Mövzumuz səmimi söhbət olduğu üçün açıqdım ki, Sabir qardaşımızla o qədər də münasibətimiz yox idi. Yəni, sadəcə burada artıq istili münasibətləri, qardaş münasibətləri yarandı. Əsas odur ki, biz eşitmişdik, bilirdik və titullarından xəbərimiz vardı. Çox da olmasa xəbərimiz vardı, amma indi tam geniş məlumatımız var və inşallah bundan sonra həm əməkdaşlığımız yaxşı olar, artıq həm Kontak Karate Federasiyası baxımından, həm çox mübarizə idman nömrələri baxımından. Yəni bütün bunlar artıq bugündən bilin ki, Qalib Olda
yəni bu tipli idman növlərindən bütün inkişaf olan, yəni qazanılan nailiyyətlərin bütünlüklə xəbərlərini məhz biz qalib oldu görəcəksiniz inşallah. Və qalib olun növbəti sonuncu rubrikasında səmimi söhbətdə ilk sualı Sabir qardaşıma vermək istəyirəm ki, belə bir səmimi masada çoxmu oturmaq qismət olur? Belə bir səmimi masa hər zaman qismət olmur. Çünki iş, məşq prosesi, məşqdən sonra tədris, tələbələrlə məşğul olmaq, gecə 12-yə ancaq çatırsan uşaqların yanına, gedib görürsən ki, uşaqlar da yatıb. Səhər də duranda yoxdur uşaqlar. Görürsən ki, yatıblar. Səhər də dururlar özləri, görürlər ki, ataları yoxdur yenə evdə. Belə bir proses bir həftə gedir, bir bazar günündən başqa. Bazar günü artıq ailədə bayramdır. Çünki ata evdədir, ata da tam bir günü uşaqlara həsr edir. Əslində belə də olmalıdır. Ona görə belə bir qardaşlıq süfrəsi, belə deyək, səmimi bir şirin söhbət hər dəfə qismət olmur mənə. Çoxdandır, yəni belə bir məclisdə oturmuram. Buna görə şəxsən sizə təşəkkürümü bildirirəm. Dostlarla belə, amma yəqin ki, hərdən yığışırsınız və söhbətin növbəti sualından ibarətdir ki, bax, sırf Sabir qardaşımız özü üçün, yəni məşqçi baxımından, çünki neçə illərdir həm həyatı görürsünüz, həm həyatı düşünürsünüz, həm anlayırsınız, həm məşqçi baxımından, həm peşkarlıq baxımından, həm öz işi baxımından. Ümumiyyətlə, Sabir qardaş dostluq edirmi? Bəli, dostluğa güvənmək lazımdır. Dostluq olmasa yaşayışın mənası nədir? Amalı, məqsədi, dostluğa güvənmək lazımdır. Amma dostluğun da həddi var. Yəni sevginin həddi olduğu kimi, məsələn, Allaha olan sevgi, məsələn, uşağa olan sevgi ilə bir tutula bilməz. Evet. Dostluqda da gərək hədd olmalıdır. Amma dostluğa mütləq güvənmək lazımdır. Son vaxtlar ümumiyyətlə dönəm dəyişilib deyənə, bəzən deyirlər ki, zamanə necə dəyişirdiyi üçün insanlar da dəyişirlər. O cümlədən də dostluqda da etibar qalmır. Mənəmlə belə bir söhbətlər eşidirsinizmi? Adətən dostluğu ciblə ölçürlər. Yəni belə bir format, təbii ki, belə dostlar da var, amma can qoyan və ölmə gedən dostlar da var. Yəni təbii ki, onları ayıra bilirsiniz də. Mən sizin sözə bir əlavə olaraq demək istəyirəm ki, yəni, zamanə həmin zamanədir, həmin günəşdir, həmin ulduzlar, həmin gün, həmin gecə. Yağış, qar. İnsanlar dəyişib. Çünki kim ki deyir zamanə dəyişib, o açığı deyim, yəni yanlış fikirdə. Çünki zaman nəyi dəyişib zamanın? Heç nə. İnsanlar dəyişib. İnsanlar dəyişdikcə onların atdığı addımlar dəyişib, danışdığı sözlər dəyişib, etdiyi əməllər dəyişib, rəftar dəyişib, münasibət dəyişib və gəlib elə bir dövrə çatdıq ki, artıq biz diqqətli olmalıyıq, həddən artıq. Çünki dost nədir? Dost odur ki, gecə saat 3-də də sən müraciət eləsən ona, o gərək sənin köməyinə çatsın, bacardığı qədər, belə deyək. Elə adam da var. Çətindən mi var? Demək olmaz, yoxdur, var. Mən çox belə səmimi deyirəm ki, məsələn, sizə desəm ki, gecə 3-də mənim işim var, siz gələrsiniz. Gələr, özə kamera ilə gələrik. Kamera ilə. Yusuf, zəng elə Yusuf, qardaş, çəkiliş var. Sizə dərəcə ki, problem yox. Amma bir şərtlə deyəcək. Bir şərtə olacaq. Səhər işə gec gələcəm. Yəni gecə saat 3-də çəkiliş eləmişəm. Mən növbəti sualı təqdim edim sizə. Bax, bu hər dəfə idman sualı vermişəm. Səmimi söhbətimizin ən önündə duran lider suallarından biridir. Bax, bu əslində belə olmalıdır. Tutaq ki, mən tərcüməciyəmsə, mənim övladlarımı çalışacağam ki, o səmtdə öyrədim. Və yaxud da ki, dülgərəmsə, istəyəcəm ki, öz yolumu davam etdirən insanlar olsun. İdmançıyamsa həmçinin. Yəni, bugün siz arzulayarsınızmı? Yəni, təbii ki, arzulaya edərsiniz. Nəyə görə? Çünki bugün gənc nəslin sağlam yetişməsi hər birimizin arzusudur. Mən gənc istəyirəm ki, mənim yaxşı dostlarım, ətrafımda olan insanlar hamı sağlam olsunlar. Hətta siqaretsiz, alkoqolsuz mühitdə yaşasınlar. Nə bilim, lazım gələrsə daima sağlamlıqlarına nəzər yetirsinlər. Namaz əhli olsunlar. Yəni bunlar mənim şəxsən bir gənc olaraq içimdən gələn bir arzudur. Təbii ki, o arzu sizin də var və həmçinin o arzu özünüzə aid də var ki, mən istəyirəm ki, mənim idman həyatımı kimsə davam etdirsin. Yəni belə bir düşüncə varmı ki, mənim yolumu övladlarım, yəni yaxınlarım, qohumlarım davam etdirsin və desinlər ki, Sabirin tutduğu idman yolu davam edir. Ənənə. Mən qısa olaraq bu idman yolunun bir balaca
tarixçəsini sizə bildirmək istəyirəm. Sonra qısa olaraq deməyə bəlkə də ehtiyac olmayacaq. Siz özünüz artıq görəcəksiniz ki, mən hansı fikirdəyəm. Bu idman tarixçəsi məndə çox ağır oldu, həddən artıq. Elə vaxtda təsadüf elədi ki, artıq böyük bir məmləkət dağıldı. Allah bizə müstəqillik nəsib elədi. Müharibə dövrü idi. Biraz həddən artıq çətinlik idi, aclıq idi, iş yox idi. Müharibə gedirdi. Və belə bir şəraitdə heç bir zalın işləməməsi, heç bir təşkilatın işləməməsi ilə olduğu dönəmdə biz başladıq məşqə. Gənc yaşlarımızdan, hələ uşaq idi, atam qolumdan tuturdu, qarda, çovğunda. Elə vaxtda olurdu, cibimdə yol pulu olmurdu. Piyada 3-4 kilometr dizdən gedirdik məşqə, 3-4 kilometr qayıdırdıq, işıq yox yeməyi qızdırmağa, qaşığı belə vururduq supa, supun üzünün belə buzlu yağını götürüb qoyurduq qırağa, yavan yeyirdik, çörək də yox idi, çünki çörək növbələrlə idi. Belə atırdıq kəlləmizi, yatırdıq, sərsi gün yenə də məşq. İllər bizdə belə oldu. Amma indi tam başqa bir prosesdir. Ona görə fikir versəz, hətta mənim idman tarixçəmə 2009-da əgər düzdür, indi Avrasiya Kubokunun qalibi, Universiadanın qalibi və s. qələbələrim olmuşdu. Lakin məndə dirçəliş, zirvə artıq 2007-2008-dən sonra oldu. 2009-da artıq Tokyoda final döyüşündə finalacan qalxdım. Hətta Yapon masteri gəldi şəxsən mənə başladı baş əyməyə belə. Mən dedim, master ingiliscə dedim ki, bizdə baş əymək adət deyil də. Bizdə elə əlimi sıxsaz kifayət eləyir. O deyir ki, amma bizdə isə ustalara baş əyirlər. Çünki siz ustasınız. Yəni, artıq 2010-da Kiyevdə yenə də finalacan qalxdım. Lakin 2011-dən sonra 2 il 11 yarışda, beynəlxalq yarışda, bu yarışlar 2 dünya çempionatıdır, Xarkov və Milan yarışları, 3 Avropa çempionatıdır, Çurixdir, Mikolovdur və Buxarestdir, Şərq ulduzlarıdır Ərdəbildə, Birlik kubokudur Tiflisdə və digər yarışlar mötəbər yarışlardır. Mən 2 il ərzində 11 yarışda Azərbaycana yalnız qızıl medal gətirdim və daim orada Azərbaycanın bayrağı dalğalanaraq himni səsləndirdim və bu hasant gəlməsin. Yəni açığı deyim sizə, bir səmimi bir qardaş kimi deyirəm. Bu çox çətindir. Təsəvvür edin, 11 yarış, neçə versiyada döyüşürsən, bu yüzlərlə döyüş deməkdir. Bu burun sınmağı var idi, qulaq sınmağı var idi, qabırğa sınmağı var idi, göz dağılır, qanın yığışdırmaq olmur, baş sirkələnir, yəni əzələ dartınmağı var idi. Yəni bunlar hamısı mərhələ yığılır və bu yaşa çatanda artıq özünü göstərir. Ona görə mən İstəyərəm ki, oğlum və yaxud qızım idmançı olsun, amma gələcəkdə böyük idman sahibinə çevrilməyini heç vaxt istəməzdim. O sağlam həyat tərzi sürsün, qəlbi sağlam olsun, əzələləri sağlam olsun, düşüncəsi sağlam olsun, fikirləri sağlam olsun, boyu, buxunu sağlam olsun, əzələləri hamısı sağlam olsun. Lakin böyük idmanda mən onu heç vaxt görmək istəməzdim. Mən özümün gördüyü çətinlikləri heç vaxt ata oğula arzulamaz. Bu sahir. Amma yenə də özü seçsə bu yolu, mən onun seçimdə sərbəst buraxırsınız. Almayacağam. Çünki nə üçün? Çünki mənim atam, mən elə bir vaxtda gedirdim, mən sizə bir sir açıqlayayım. Yəni, halbuki bu vaxtacan bunu heç kəsə deməmişəm. Yəni, mən həmişə bunu gözümün qabağında dalğalandırıram və deyirəm, əgər bu hadisə olmasaydı, mən heç vaxt idmana gəlməyəcəkdim. Karatedə o idman növü ödənişli idi. SSR 88-də 16 rubl idi. 16 rubl da böyük pul idi. Mən o vaxtki dövrdə özdə podvallarda başladım məşqlər. Elə qadağan olmuş vaxtlarda. Gəldim atama, dedim, atam get. Yəni mən demirəm getmə. Getmək lazımdır, əlbəttə lazımdır. Döyüşçü olmalısan sən axı kişisən. Amma bilirdim ki, evdə pul yoxdur. Atamın bir dəmir şüşədən kasası var idi. Dəmir manatlıqlar yığırdı ora. Ayda 2 manat, 3 manat. Ondan icazəsiz götürdüm 16 rubl, apardım, verdim müəllimə. 2-ci ayda, 3-cü ayda, 4-cü ay artıq müəllimin köməkçisi seçildim. Ona görə o məndən artıq götürmədi pulu və azad etdi ödənişdən. İllər keçdi, 10 il, 12 il keçən sonra atam bir dəfə təbrik eləyəndə, alnımdan öpəndə dedim, bəs
o hadisə olmasaydı 3 dənə 16 rubl, 16 rubl, 16 rubl. Sən indi alnımdan öpməzdin. Halallığını istəyirəm səndən. O da xoş halalın olsun, əlbəttə. Və bu hadisə yəni mənim yaddaşımda indiyəcən qalıb. İlk atılan addım dönəmində olan yollardan biri idi. Və son olaraq sizə də uğurlar arzulayırıq. Səmimi söhbətimizi də yavaş-yavaş yekunlaşdırırıq. Valla vaxt öz sözünü deyir, amma sizinlə bolca söhbət eləmək olar da, söz yox. Öz aramızda söhbət edəcəyik və bundan sonra da tez-tez söhbətlərimiz olacaq. Uğurlar arzulayırıq, yaxşı nailiyyətlər arzulayırıq. O gün olsun həm iki federasiyanın idmançıları yaxşı nailiyyətlər bundan sonra davam elətdirsinlər və bizə də xoşdur ki, onları insanlarımıza, bizi izləyənlərə, həmvətənlərimizə, Azərbaycanlılara, Azərbaycan hüdudlarından kənarda yaşayan soydaşlarımıza çatdıraq ki, qoy hamı görsün. Əsas odur ki, bizi sevənlər sevinsinlər, sevinməyənlər isə özləri bilərlər, artıq onların öz günahıdır. Əsas odur ki, biz bunları, bütün nailiyyətlərimizi, bizim necə ki, cəngavər qardaşlarımız, oğullarımız var deyə, biz bütün dünyaya bax, bu səsimizlə insanlarımıza göstərir. Əslində, haqq səsimizdir bu. Çünki bizim bu, belə bir titullu idmançılarımız, belə bir gücümüz, qüvvətimiz əslində çoxlarına bir nümunədir. Əsrlər boyu qazandığımız bütün nailiyyətlər, Azərbaycan adı bir çox insanlara nümunədir. Və bugün də Azərbaycan dövləti bu ənənəni xoş niyyətlə və bu ənənəni gözəl niyyətlərlə davam elətdirir və təbii ki, bugün Azərbaycan adını bütün dünya tanıyır. Onlar da təbii ki, lap əsas öncül də təbii ki, dövlətimizin apardığı düzgün siyasətin nəticəsidir. O, istər siyasətimizdə, iqtisadiyyatımızda, idmanımızda öz axarı ilə inkişaf edir. Odur ki, bizi sevirlər, bizi tanıyırlar, bizi hörmət edirlər. Bundan gözəl nə ola bilər? Və təbii ki, bütün bu hallar da idmanımıza da şamil edilir. Artıq yarışlarda idmançılarımızla çəkinirlər, idmançılarımızla hesablaşırlar və bu da bizi ancaq sevindirə bilər. Belə davam edək, uğurlarımız bol olsun və elə Sabir kimi qardaşlarımız nə qədər çox olarsa, o qədər var olacaq, o qədər yaşayacaq, o qədər də güclü olduğumuzu bir nümunələrimizlə sübut edəcəyik. Sizə dərin təşəkkürümüzü bildiririk. İnşallah uğurlar çox olsun. Və bu telekanal Azərbaycandan kənarda yayımlandığı üçün Azərbaycandan kənarda yaşayan bütün soydaşlarıma, bütün vətən həsrəti ilə yaşayan el oğullarına salamlarımı bildirirəm və bu yaxınlarda biz Moskvadan döyüş növləri festivalından qayıtdıq fevral ayının axırlarında və bu festival Azərbaycanın Rusiyadakı diasporası və şəxsən Yemelyanenkonun meneceri arasında keçirilirdi və Azərbaycan-Rusiya arasında keçirilirdi. 15 idman növündən 15 döyüş keçirilirdi və Azərbaycan möhtəşəm qələbə çaldı və 9-6 hesabı ilə qalib gəldi və xüsusən də Marsey klubunu buradan salamlayıram və onun rəhbəri Seyran Hüseynovu və onların yaxşılıqlarını heç vaxt biz unutmayacağıq. Yəni, çox sağ olun deyirəm. Allah köməyimiz olsun. İnşallah mən sizlə sağollaşıram. Gələn həftə yenidən görüşəcəyik və yeni maraqlı xəbərlərimizlə və yeni idmançımızla. Görüşüm ümidi ilə Allah amanında.